Salam əziz izləyicilər. Bu gündən elektron boba mopedlərinin test sürüşünə çıxardacağıq və bu gündən tam şarjla nə qədər sifariş satdıracağıq, qarşımıza hansı problemlər çıxacaq, mən bu gündən bunların hamısını bu videoda göstərəcəm. İndi isə videoya başlayaq. Əsas odur ki, təbliğat heç bir zaman sürüşə çıxmayın. Və xəttimizi açırıq və ilk sifarişimizi gözləyirik. Və ilk sifarişimiz gəldi və sürüşə başlayırıq və gedirik sifarişimizi təhvil almağa. Və sifarişimizi götürdük, sumkaya yerləşdiririk və gedirik müştərinin qapısına. Hal-hazırda ilk sifarişimizi çatdırdıq və keçirik növbəti sifarişlərə. Hal-hazırda biz velosiped zolağındayıq və gördüyünüz kimi belə bir maneələr, problemlər var. Və bunu da nəzərinizə çatdırmaq istəyirəm ki, elektron boba mopedlər rahatlıqla velosiped zolağı ilə hərəkət edə bilir və heç bir tıxaca düşmür. Hal-hazırda 9-cu sifarişimizi tamamlayırıq. Gördüyünüz kimi. Və şarjımız 67%. Və son olaraq videonun sonunda demək istəyirəm ki, 15 sifariş satdırdım, 26 manat 65 qəpik və 11 manat bəxşişim oldu. Və indən belə istəsən yenə də şarj edib və sifariş satdıra bilərəm. Əgər siz də boba elektron mopedləri gündəlik icraya götürmək istəyirsinizsə, elə indicə bizimlə əlaqə saxlayıb Motofly'dan qeydiyyatdan keçə bilərsiniz.